Dırnaqlarım nə düşdü. Yığmışam, yazmışam, cavab vermir. Ay Allah ne geçektiler. Hələ ki budur. Sen de yersen sen de. А ты, а я, скажи, зачем ты ходишь в школу? Ani bir qərarla götürüb Konanın şkaflarından boşaltdım. Alt şkafları çoxdan da boşaltmırdım. Boşaltdım bəlkə bir 4 ya da 5 dənə saymadım. Sumka, qab-qaşıq tulladım. Bunlar da bu stolda gördüyünüz nə varsa, o şüşədən başqa. Onlardan başqa hamısını ağ sabun rəndələdim, qaynatdım böyük qazanda. Bunların hamısını saldım, içində qaynadılar. Sonra bütün üstü yağ azadı, dezinfeksiya falan hər şey oldu. Sonra yudum hamısını götürdüm. Dırnaqlarım nə düşdü. Əlcəyim pis gündəydi, cırıldı, içinə su doldu. Evdə də əlavə əlcək yox idi. Nəysə, onu bərpa eləyəcəm. Bunları bir hamısını sürtmüşəm. Yəni bir dənə nöqtə də olsun yağ ləkəsi saxlamamışam. Bu çaynikin buralarında yağ ləkəsi var idi. İndi bir dənə də olsun yoxdur. Acından ölürəm. Dedim ki, ürəyim göyərti kitab istəyir, mənə göyərti kitabı al. Çünki yemək pişirməyə vaxtım olmamışdı. Uşaqlar futboldan çıxıb çöldə yeyib gəldilər. Mən dedim ki, mən göyərti kitabı zakaz elə sağ olsun alıb. Bunda heç nə qaba boşaltmamışam, nə qaba qoymamışam. Yəni o qədər kuxnada doluyam ki, bilmirəm, istəyirəm oranı çox dərin təmizləyəyim. 1, 2, 3, 4 şkafı təmizlədim. Hissə hamısını təmizləyəcəm. Bunu çəkə bilmədim çünki bir an qərar verdim. Qərar verən kimi də başladım işə. Üstəlik də mən hicabdan çox çətin işləyirəm. Kızlar, başıma nə gəlib? Biz uşaqlar üçün başqa şirniyyat seçmişdik, zakaz eləmişik. Bir gün qalıb, dünən yığmışam qızı ki, sabah uşaqlara hədiyyə paylamalıyıq. Dünən yazmışam qıza, qız baxıb mesajı cavab yazmış. Mənim də başım çox qarışıqdır. Qıza geri dönüş eləyə bilmirəm ki, zəng eləyə bilmirəm, vaxtım yoxdur, dedim özü yazar. Bugün bəlkə bir 5 dəfə yığmışam ki, gedim götürüm də sifarişi. Sifarişi götürəndə də dedi ki, mən bundan düzəltməmişəm, amma məncə alınacaq. Mən də dedim ki, alınmasa tez prob elədə. Yəni bir gün qabaqcadan elə ki, alınmasa mən gedim təzə başqa nəsə bir şey fikirləşim, başqa adamdan danışım. Bugün axşam saat 8-ə qədər mən onu yığmışam, yazmışam, cavab vermir. Yəni alınmırsa da deyən ki, alınmır, alındıra bilmirəm. Mən də stressləyəm ki, fizioloji alınmayacaq. Mən bu boyda məsuliyyət götürmüşəm də üstümə. Nəsə çıxmışıq, getmişik sufləyə. Suflədə başqa bir şirniyyat var. Ondan da 20 dənə qalıb. Uşaqlar üçün şəklini qoyacağam burada bir yerə. Onu da sayı 20 ədəddir. Bizə də lazımdır 26 ədəd. Hələ bu paketlərdən 24 dənə zakaz eləmişdim. Sonradan 2 nəfər qoşuldu. 2 dənə uşağın paketi fərqli olacaq. Belə, bugün də ev usta gəlib baxmağa eləməyə. Mən kuxnanı tökmüşəm. Nə qədər işim var. Bunları əslində boş vaxtım olsaydı mən yenə gedib paket üçün yenə gedərdim ora. Yəni baxmayaraq ki Vanız xeyir xanımlar. Deməli biz səhər durduq. Mən daha doğrusu səhər durdum, duş aldım. Sonra dırnaqlarımı kəsdim çünki çox pis gün düşmüşdü. Zavtraqımı elədim. İndi gedirəm. 2 dənə uşağın paketi çatmırdı. Məhəmmədi götürdüm. Bugün 1 iyun uşaq bayramıdır. Bugün səni təbrik eləməmişəm. Bugün uşaq bayramıdır. Təbrik eləyim. Eləməyim. Eləyirəm. Ay Allah, ayaqlarınız nə var? İndi gedirik bunlara paket almağa uşaqlara. Ay Allah, nə geçəkdilər. İndi gedirik. Məhəmməd də özümlə götürdüm ki, evdə ikisi qalıb dolaşacaq, biraz da evi batıracaqlar. Ev qarşıva izindədir. Yay gəlir, yayda çox vaxt kuxnada vaxt keçirtmirəm. Ya çox vaxt yeməkləri hazır alırıq, yayda bizdə kondisioner yoxdur, opsiya otaqda. Bir dənə qonaq otağındadır, o da kuxnanı soyutmur. Ona görə biraz polofabrikat hazırlamaq istəyirəm. Yəni buzluqdan çıxardım, birbaşa pişirim. Onun həm də kuxna təmiz olsun ki, dərin təmizliyi indi eləyirəm. Uşaqların otağında bizdə 2 dənə çətin otaq var, bir uşaqların otağıdır, çox əşya var orada. Məktəb əşyaları, məşq əşyaları, geyimləri, hamısı öz otaqlarındadır. Həm kuxnanı indi təmizləyim ki, yay boyunca mən kuxnadan çox az istifadə edirəm, olsa təmiz qalacaq. Həm də ki, yayda isti olur da, istidə yığışdırmaq olmur. İndi yığışdıracağım kuxnanı, məktəb bağlanan kimi də uşaqların otağını dərin təmizliyi eləyəcəm. O birisi otaqları onsuz da demək olar ki, dərin təmizliyidir. Çünki az əşya var. Adi bir dənə toz soranlayırsan, divanın altını, televizorun mebelini qabağa çəksən, tərtəmiz oldu otaq. Amma oranı dərin yığışdırmaq lazımdır. Belə, indi gedək paketimizi alaq. Ondan sonra, paket alandan sonra uşaqlara şirniyyat alacağım. Hələ ki budur işimiz. Sonra da saat 4-dən mənim dərsim var, amma dərsə getməyəcəm. Uşaqların hədiyyəsini aparacağım verməyə. Bugünüm bundan ibarətdir. Kuxnanı yenə də bugün kuxna ilə qalacaq. Belə, yəni hələ ki düşündüklərim bunlardır. Əgər nəysə bir planımda dəyişiklik olarsa, onu da sizlə bölüşəcəm.
Məhəmməd yoruldu, dedi gəl oturaq. Dedim yaxşı oturaq. Evin ilk günündə birazdan uşaqlar dərsə gedəcək. Mənim bu rahatlıq şakam arkadaşlar. Dünyanın en bekar adamıymış kimi davran müsabiqəsi olsaydı yəqin ki birinci yerə çıxardım. O qədər işimin arasında burada dayanıb tutuyorum. Harda tut vaxtı tut, iydə vaxtı iydə, harda görsəm yeyərəm. Əslində günlük həyatın təşvişində işlərimiz o qədər çox olur ki, bəzən özümüzə kiçik xoşbəxtlikləri, kiçik fürsətləri görmürük ya da görürüksə də üstündən keçirik və o anki kiçik xoşbəxtliklər bəlkə də günün geri qalanında bizə güc verir. Bizə daha sürətli irəliləməyə kömək edir. Ona görə kiçik xoşbəxtliklər heç vaxt düşünüldüyü və görüldüyü kimi kiçik deyil və bizə də olar. Nə qəşəng tutlar yığmışam. Evin halı. 2 gün evdə olmamışam, ev yenə karşıya dönüb. Uşaq bayramı münasibətinə hamınızı təbrik eləyirəm. Böyük uşaqlar olasınız. Orada Ankara'yı sen ellemedi. Tezini tapaq da, tezi tapmaq lazımdır. Təzə oğlum, indi 9-dur da, indi gəlib axtarınca olacaq 10. Bu çıxı gedək Qaradoka, tez zakaz eləyək, tez yiyək. Telefondan baxaq. Yaxşı. Məhəmməd annəsi ilə gəlir. Çöl tapılır. Sən onda çöldə olsun. Olsun çöldə. Fərqi yoxdur. Qalın geyinmirsən, heç nə olmaz. Ev yoxdur. Nə qədər adam var çöldə? Olsun da çöl olsun. Nə olacaq? Bizim. Aha, o papaqlı çıxart, düşünməyəcəksən. Çıxart bana. Çıxart. Qulaq as, atıya qulaq as. Benim evime bakmıyor. Sən həmişə. Bu restoranın sevdiyim özelliklerinden biri yeməklərinin vaxtında gəlməsi. Yəni saatla gözləmirsən, əhvalın düşmür. Həmən yeməklər gəlir. Zakazlarımızdan ilk xırçıltılı badımcan və uşaqların kartofriləri gəldi. Daha sonra isə kebablar gəldi. Sonra veşnəli can əti, ən axırda da kartof quyruq gəldi. Hamısı isti idi, təzə idi, qaydasındaydım. Ruslanın belə bir özelliği var ki, həmişə ümumiyyətlə dadlı yeməklər yeməyi çox sevsə də, birinci uşaqların nə istəyirsə onu düzəldir, qoyur uşaqlara ki, onlar yesinlər. Ondan sonra öz yeməyinə keçir. Və onu süfrədən, yeməkdən, nə sifariş elədiyimizdən daha çox süfrədəkilərin nə qədər razı qaldığı maraqlıdır ona. Həmişə deyir, tək siz razı qalın, hara getdiyimizin, nə yediyimizin heç bir fərqi yoxdur. Hələ gənə bu antrikotun əti çoxdur. Demdən bunu da şeyini göstərim. Ay tutsan ben bir daha ben tadına bakayım. Can əti. Ha, onu da. Döner teze resepti. File. Ne lan tam? Su qoydum. Koymam. Götürürüm ben. Gönderirim. Kartoşka götürürüm. Koyurum. Buradan soğan da götür qoysun. Sən də Qoydum. Qoydum. Nə xoşla gəldi?
Bu adı öyle. Hele ye də bana. Bazar tarıydınız. Ağzına yerləşmir. Dajevsi el vurma, el vurma. Çox balaca atmaq lazım idi. Yerləşmir ağzına. Lan çanısını temizce, bunu çek. Ben sen içmeyeceksen de düzdür. İçməyən bala bir qızı şübhədən içinəcək. Sen Sen çay de. içmiyorsan o da içiyor. Günümüz də belə bitdi. Əgər bura qədər gəlmisənsə, demək ki, mən həyat tərzim, vloglarım sənin üçün maraqlıdır. Daha da maraqlı şeylər olacaq. Mənimlə birlikdə sən də inkişaf eləmək, yenilənmək, daha yaxşı şeylərə gəlib çatmaq istəyirsənsə, kanalımı bəyən, mənə abunə ol. Abunələrimiz sayı hər dəfə artanda çox sevinirəm. Məni izləyənlərə də xüsusi təşəkkürümü bildirirəm.